torpağın qoynunda qoruduğu, əsrlərin şahidi olan qədim şəhərlər dünyanın ən mühüm tarixi abidələri sırasına daxil edilib. O qədər də böyük olmayan bu bölgədə 3 dünya əhəmiyyətli abidə mövcuddur. Coşan dəniz sahilləri, füsunkar meşələri, dağların zirvəsində salınan nəhəng qalaları, suyu can dərmanı hesab edilən bulaqları, qonaqpərvər sakinləri ilə tanınan bu diyar Azərbaycanın qədim torpaqlarından biridir. Qədəm qoyduğumuz bu bölgə Böyük Qafqaz dağlarının şimal-şərqində yerləşir. Onun müxtəlif relyefi var. Dəniz sahillərindən başlanan yamaçlar meşələrə, qayalara, daha sonra isə dağlara çevrilir. Bir tərəfi Xəzər dənizi, o biri tərəfi Böyük Qafqaz dağları. Və onlar bölgəyə inanılmaz dərəcədə təbiət gözəllikləri bəxş ediblər. Bugün onu kəşf edəcəyik. Biz Azərbaycanın paytaxtı Bakıya ən yaxın və ən səfalı bölgələrdən olan Şabrandayıq. Salam Şabran. Şabran şəhəri 1944-cü ilə kimi Dəvəçi Bazar, sonra isə Dəvəçi adlanıb. Vaxtilə Şabranın bir hissəsi Azərbaycanın Quba, bir hissəsi isə Xaçmaz rayonunun tərkibində idi. Tarixi İpək yolunun üzərində yerləşən Dəvəçi Bazar uzun müddət dəvə karvanlarının gecələmə yeri olub. Karvan yolunun üstündə olan bu şəhər yaxşı olduğu kimi ağır günlər də yaşayıb və dəfələrlə dağıdılıb. ...1959-cu ildən o şəhər statusu alıb. 2010-cu ildə isə Dəvəçi rayonunun adı dəyişdirilib və Şabran adlandırılıb. Şabran şəhəri paytaxt Bakıdan 125 kilometr aralıda yerləşir. Şabranın tarixi ilə bağlı müxtəlif, bəzən təzadlı fikirlər formalaşıb. Məsələn, bəzi tarixçilər qədim Şirvanşah dövlətinin bu ərazidə yarandığını və qədim Şirvan şəhərinin Şabran şəhərinin yerində olduğunu iddia edirlər. Qədim tarixə malik olan, Şirvanşahların mərkəzi şəhəri olan Şabranın əsası eramızdan əvvəl 1-ci əsrin ortalarında qoyulmuşdur. Ptolemeyin Asiya xəritəsində 29 şəhər olmuşdu. 29 şəhərdən biri də Teleb olub. Teleb məhz Şabran olmuşdu. Şabran sözünün etimologiyasına gəldikdə isə şəb, qaranlıq, ram, məkan, yer deməkdir. İkinci mənbəyə görə isə Sabir tayfalarının adı ilə bağlıdır. Sabiran, Sabran və Şabran kimi formalaşmışdır. Tarix Diyarşünaslıq Muzeyində Şabran haqqında daha geniş məlumat almaq imkanınız var.
Odur ki, Şabranda qonaq olanda onu yaxşı tanımaq üçün muzey ilə yaxından tanış olun. O da sizi Şabranın tarixi ilə bağlı daha zəngin məlumatlarla tanış edəcək. Şabranda tarixi arxeoloji abidələr sayılan qədim şəhər yerləri var. Şahnəzərli kəndindəki Şabiran, yəni qədim Şabran qalıqları aşkarlanan şəhər yeri çox məşhurdur. Şabranın Şahnəzərli kəndinin yaxınlığında qədim bir şəhərin qalıqları var. Şabiran şəhəri. Orta əsrlərə aid bu şəhərin 2300-dən çox yaşı var. Vaxtilə o, Azərbaycanın ən böyük şəhərlərindən biri olub. Şəhər öz dövründə Suriya, Çin, Misir kimi dövlətlərlə ticarət əlaqəsi qurub, məişət əşyalarını ixrac edib. Bu şəhər eyni zamanda müxtəlif dövrlərdə işğalçıların hücumuna məruz qalıb və nəhayət 18-ci əsrdə onu xarabazara çeviriblər. Orta əsrlərdə burada mövcud olan Şabran şəhəri Azərbaycanın həmin dövrdə ən böyük şəhərlərindən biri idi. Şəhər yerində külli miqdarda əla növ ağgildən qablar, duluqçuluq kürələri, qala divarlarının qalıqları aşkar edilib. Orta əsrlərə aid lüğətlərin birində qeyd olunur ki, Arranda Araz boyu 1000 şəhər var idi. Həqiqətən də orta əsrlərdə Azərbaycan ərazisində güclü istehkamları, monumental tikilləri, yeraltı su boruları, sanitar gigiyenik qurğuları, qapalı bazarları ilə yaxşı təhciz olunmuş şəhərlər çox idi. Bu şəhərlərdən biri də 5-7-ci əsrlərdə qala şəhəri kimi yaranan Şabrandır. 9-10-cu əsrlərdə isə o qala şəhər olub. Şabran 10-11-ci əsrlərdə Şirvanşahlar dövlətinin mühüm siyasi mərkəzi idi. Arxeoloji qazıntılar zamanı ərazidə şüşə emalatxanaları, 5-ci əsrə aid çörək bişirmə, qızıl, mis, şəhərin 8 bürcü, 15-ci əsrdə çəkilmiş 45 kilometrlik su xətti aşkar edilib. Şabran Albaniya dövləti zamanı Massagetlərin siyasi paytaxtı, bir müddət isə Şirvanşahlar dövlətinin mərkəzi olub. 12-ci əsrdə böyük Azərbaycan şairi Əfsələddin Xəqani Şirvanşah Axsistanın qəzəbinə tuş gələndə Şirvan qalasında həbsə salınıb və məşhur Həbsiyyə əsərini də məhz burada qələm alıb. 1979-83-cü illərdə bu ərazidə Azərbaycanın görkəmli alimi, arxeoloq
Rəşid Göyüşov arxeoloji qazıntılar aparıb və alimin gəldiyi qənaətə görə qalanın məhz bu hissəsində zindan olub. Şair Xaqani də məhz burada, bu yerdə saxlanılıb. Şəhər sonraki əsrlərdə, yəni 18-ci əsrin birinci rübünə qədər öz gücünü itirməyib. Səyyahlar, alimlər, diplomatlar və tacirlər onun gözəlliyinə heyran edilər. Şabran şəhərinin burada yerləşməsi fikrini illər öncə ilk dəfə Azərbaycan tarixçisi, şair, yazıcı Abbasqulu Ağa Bakıxanov orta əsrlərə aid əsərində qeyd edib. Aparılan arxeoloji qazıntılar nəticəsində tədricən şəhərin xarabalıqları üzə çıxdı. Hətta 10-cu əsrə aid qala da aşkar edildi. Alimlər onun müdafiə məqsədi ilə tikildiyini və etibarlılığı ilə seçildiyini müəyyən ediblər. Qalanın divarları yarımdairəvi bürclərlə möhkəmləndirilib. Qala 13-cü əsrin ortalarına qədər fəaliyyət göstərib. Monqol istilasından sonra dağıdılıb. Şəhər həyatının canlanması yalnız 13-cü əsrin sonu, 14-cü əsrin əvvəllərində baş verdi və bu 15-ci əsrin sonlarına qədər davam elədi. Tarixdə göstərildiyi kimi bu şəhərdən bir çox xalqların nümayəndələrinin, xaqanların, şahların, tacirlərin və səyyahların yolu keçib. Bu itirilmiş şəhər bir çox mədəniyyətləri, sivilizasiyaları, şəhərin ağır və yaxşı günlərini hər daşında qoruyub saxlayır. Orta əsrlərə aid qədim Şabran abidəsi hal-hazırda dövlət tərəfindən qoruq statusu ilə qorunur. Şabranda dünya əhəmiyyətli nadir yerüstü abidələrdən biri də Çıraq qaladır. Abidə çox hündür bir dağın başında inşa edilib. Hətta onu siz Şabranın bir çox kəndlərindən belə görə bilərsiniz. Qalanın ümumi uzunluğu 120 kilometrdir. Onun divarlarının hündürlüyü bəzi yerlərdə 11 metrə çatır. Gördüyünüz bu möhtəşəm abidə Çıraq qaladır. O, Şabranın Çaraq kəndi ərazisində dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşir. Çıraq qala 5-6-cı əsrlərə aid müdafiə qalasıdır. Bugün də öz əzəmətini və vüqarını saxlayan bu qala Şabranın əsas rəmzlərindən biri sayılır. Çıraqqala abidəsi Çaraq kəndi ərazisindədir. Çaraqqaya adlı sıldırım qayanın zirvəsində yerləşir.
Dünya əhəmiyyətli memarlıq abidəsi deyilənə görə Sasani hökmdarı tərəfindən inşa edilib. Abidənin aid olduğu dövr 5-6-cı əsrlər qeyd olunsa da, bəzi mənbələr üzrə araşdırmalar onun 4-6-cı əsr tikilisi olduğunu göstərir. Çıraqqala abidəsinin adının yaranmasının bir neçə izahı var. Azərbaycan tarixçisi Abbas Qulağa Bakıxanov Gülüstan-i-İrəm əsərində bu qalanın adını Çıraqqala kimi göstərir və o, bu adla da tanınmağa başlayıb. Lakin yerli əhali həmişə, hətta bugün də qalanı Çaraqqala adlandırır və orta əsrlərdən qala şəhər olmasını göstərir. Qalanın bir neçə kilometrliyindəki kəndin Çaraq olması, qalanın yerləşdiyi dağ zirvəsinin adında Çaraq qaya olması deyilənləri doğruldur. Qala səddinin tikilməsindən öncə sakinlər düşmən gəlişini bu qalanın başında tonqal qalamaqla xəbər edirdilər. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilib. Onun ən uca bürcündə isə tonqal qalanırdı. Burada dayanan keşikçilər Beşbarmaq dağından şimala doğru təxminən 100 kilometr dəniz sahili ərazisini nəzarətdə saxlayırdılar. Çıraqqala əsasən Dərbənd qalasından tüstü ilə verilən məlumatı qəbul edilmiş. Bundan əlavə deyilənə görə qalanın dənizə və digər yerlərə gizli yeraltı yolları mövcud olub. Bir çox tarixçilər Çıraqqalanın sadəcə düşmənin gəlişini xəbər vermək üçün tikildiyini inandırıcı hesab eləmirlər. Belə ki, qalanın ərazisinin böyüklüyü və ərazinin dörd tərəfdən keçilməz olan təbii sıldırım qaya üzərində yerləşməsi, möhtəşəm qala divarları ilə əhatələnməsi və eləcə də 17 bürcün olması buranın qala şəhər olduğunu göstərir. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Çıraqqala tarixi kompleksi 2003-cü ildə tarixi qoruq elan edilib. 2019-cu ildə isə 7 tarixi abidəni özündə birləşdirən Çıraqqala Şabran Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisi kimi dövlət tərəfindən qorunur. Çıraqqala dünya əhəmiyyətli abidədir. Çıraqqaladan ətrafı seyr eləyəndə gözəl mənzərələrin şahidi olursan. Dağlar, meşələr, kəndlər və nəhəng göl. İlk baxışda o təbii gölə oxşasa da əslində süni düzəldilmiş
Taxta Körpü adlı içməli su anbarıdır. Buradan ölkənin bir çox iri şəhərlərinə borularla su ötürülür. Taxta Körpü su anbarının sahəsi 8,71 kvadrat kilometrdir. Bu qurğunun ümumi su həcmi isə 270 milyon kubmetrdir. Taxta Körpü su anbarı Azərbaycanda ən hündür torpaq bəndli su anbarıdır. Bu da nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərindən biridir. Taxta Körpü su anbarı bölgəyə həm həyat, həm də xüsusi yaraşıq verir. Şabranın kəndlərində mövcud olan təbii göllər də burada çox məşhurdur. Tək ucqar dağ kəndi olan Nohurlarda bir-birindən fərqli bir çox məşhur göllər var. Bura Şabranın ən yüksək yaşayış yeri olan Nohurlar kəndidir. O dəniz səviyyəsindən 1350 metr yüksəklikdə yerləşir. Kənd çox qədimdir. Tarixçilər onu təxminən 16-cı əsrə aid edirlər. Əvvəlki adı Gömür olub, sonradan dəyişdiriblər. Yerli sakinlər gölə Nohur deyirlər. Şabranın ən yüksək yaşayış məntəqəsi olan Nohurlar kəndi rayon mərkəzindən 29 kilometr uzaqda yerləşir. Kəndin özünə məxsus ab-havası var. Deyilənə görə burada vaxtilə 100-dən çox ev olub. Nohurlar kəndi nə vaxtsa qaynar həyatla yaşayırdı. Sovet dönəmində dövlətin köç siyasəti onun həyatını dəyişib. İndi kənddə 7-8 ev var. Köçən evlərin isə izləri qalıb. Yuxarıdan baxanda bu izləri aydın görmək olur. Amma yenə də kənddə qaynar olmasa da həyat davam edir. Nohurlar kəndinin özəlliyi həm də onun ətrafındakı təbiət mənzərəsidir. Bir də onu əhatə edən dağlarıdır. Bu kəndin daha bir özəlliyi onun gölləridir. Nohurlar kəndində bir-birindən gözəl 7 göl var. Deyilənə görə onlar zəlzələ nəticəsində formalaşıblar. Bu göllərin suyu da şirindir. Şabrana gələndə mütləq bu kəndin, bu göllərin seyrinə gəlin. Nohurlar kəndinə yaraşıq və məşhurluq gətirən göllər göz oxşuyur. Onlar fərqli ölçüdədirlər. Ən böyük həcmli gölün ətrafı çox mənzərəlidir. Bu göllərə yerli sakinlər adi su hövzəsi kimi baxırlar. Lakin ilk dəfə görənlər üçün bu göllər heyranlıq hissi yaradır. Məhz bu təbiət gözəllərini görmək üçün bura müxtəlif yerlərdən turistlər gəlir. Koloritli kənd həyatını, məşhur gölləri seyr eləmək insanlarda maraq yaradır.
Şabranın hər kəndi öz tarixi, mənzərəsi, abidələri ilə onu unikal bölgəyə çevirir. Zeyvə kəndi tək mənzərəsi ilə deyil, qədim tarixi ilə də öyünən kənddir. Bu səfalı dağ kəndi Şabranın mərkəzindən təxminən 30-35 kilometr uzaqlıqda, Baş Qafqaz silsiləsinin yamacında yerləşir. Dörd tərəfdən dağlar və meşələrlə əhatə olunan Zeyvə kəndi Şabranın ən çox turist qəbul edən kəndlərindən biridir. Yaşı 6-7-ci əsrə gedib çıxan Zeyvə kəndinin adının mənasını künc bucaq, gürşə kimi yozurlar. Yerli sakinlərin fikrincə isə kəndin adı mülayim xalq mənasındadır. Zeyvənin adı hətta Avropa ölkələrinə də gedib çıxıb. Toxunduğu kəndin adı ilə məşhur olan Zeyvə çeşidli xalçaları da Avropa rəssamlarının bir sıra məşhur tablolarında zinət vasitəsi kimi geniş istifadə edilib. 15-ci əsrin intibah dövrünün görkəmli Holland rəssamı Hans Memlingen və elə həmin əsrdə yaşamış Holland boyakarlıq sənətinin banilərindən hesab edilən Jan van Eyck'in tablolarında Zeyvə xalları təsvir edilib. Turistik kənd sayılan Zeyvədə çoxlu sayda bulaqlar və Azərbaycanda çox məşhur olan, hətta bir çox əcnəbi turistlərin diqqətini çəkən bir göl də var. Bura Şabranın Zeyvə kəndinin meşəlik ərazisidir. Ümumiyyətlə, kəndin özü də sıx meşəliyin içində yerləşir. Mövsümündə yerli sakinlər, yerli turistlər bura piknik qurmaq üçün gəlirlər. Meşənin çox gözəl mənzərəsi, havası və Səməd adında məşhur bir bulağı var. Şabrana gələndə mütləq dincəlmək üçün bura gəlin. Bulağın suyu həddən artıq soyuq olsa da dadı çox ləzzətli idi. İçməklə doymaq olmur. Meşənin mənzərəsi isə adamı valeh edir. Burada gəzdikcə havasından, meşənin spesifik ətrindən, quşların, böcəklərin səsindən, yaşıllıqdan həzz alırsan. Bura həm də yerli sakinlərin və gələn turistlərin piknik yeridir. Burada mövcud olan gözəlliklər bununla bitmir. Məhz buradan məşhur Əmbil gölünə yol başlayır. Əmbil gölü Şabran çayının yuxarı axını hövzəsindədir. Gölün adı icmaya, cəmaata məxsus göl mənasındadır. Şabranda, tək Şabranda deyil, ümumiyyətlə Azərbaycanda çox məşhur olan bir göl var, Əmbil gölü. O, Şabranın Zeyvə kəndinin ərazisində yerləşir. Şabrana gələn hər kəs onun seyrinə gəlir. Hal-hazırda biz də gördüyünüz bu cığırla həmin gölə doğru gedirik. Bir də onu deyim ki, yolun qırağında, kolların, ağaçların üstündə belə bir qırmızı lent görəcəksiniz. O, yolu azmamaq üçündür. Əmbil gölü Şabran rayonunun Zeyvə kəndindən təxminən
4 kilometr aralıda yerləşir. Gölə gedən yol nisbətən rahat olsa da, bəzi hissələrdə yoxuşlar var. Piyada yolunun uzunluğu təxminən 1 kilometrə yaxındır. Yol enişli yoxuşlu olduğu üçün 20-25 dəqiqəyə gölün yanına çatmaq mümkündür. Əmbil gölünə getmək istəyənlər üçün bu həm maraqlı yürüyüş, həm də macəradır. Yol boyu sıx meşəlik ərazidən keçərək təbiətin qoynunda gəzintidən həzz alacaqsınız. Yolun bəzi hissələri yoxuşlu və sıx meşəlikdən keçdiyi üçün rahat geyimdə, rahat ayaqqabıda olmağınız məsləhətdir. Bura Əmbil gölüdür. O, Azərbaycanda ən mənzərəli və ən gözəl göllərdən biridir. Göl Şabranın mərkəzindən təxminən 25 kilometr aralıda, dəniz səviyyəsindən 927 metr yüksəklikdə yerləşir. Alimlərin fikrincə, Əmbil gölü dibindən qaynayan bulaqlardan qidalanır. Ona görə də səviyyəsini saxlayır. O dairəvidir və suyunun rəngi zümrüdüdür. Əmbil gölü Şabranda görə biləcəyiniz ən gözəl yerlərdən biri, bəlkə də birincisidir. Gölün suyu çox vaxt təmiz və şəffaf olur. Yay aylarında sərin və təravətli suyu ilə təbiətsevərləri cəlb edən bu göl qış aylarında donur. Əmbil gölündə müxtəlif balıq növləri yaşayır və yay aylarında burada su quşlarına da rast gəlmək mümkündür. Əmbil gölü sıx meşəliyin içində yerləşir. Suyu təmiz və şəffafdır. Mənzərəsi isə göz oxşuyur. Siz ona ilk baxışdan aşiq olacaqsınız. O da təsadüfi deyil ki, son zamanlar ekoturizm həvəskarları üçün Əmbil gölü ən sevimli yerə çevrilib. Dağ turizmini sevənlər, hiking ya piknik həvəskarları üçün Əmbil gölü əla seçimdir. Əmbil gölü Azərbaycanın ən füsunkar və sirli təbiət güşələrindən biri sayılır. Burada təbiətlə baş-başa qalmaq, saf hava udmaq və unudulmaz mənzərənin şahidi olmaq mümkündür. Həm macəra axtaranlar, həm də sadəcə rahat bir istirahət eləmək istəyənlər üçün Əmbil gölü əla seçimdir. Nohorbaşı dağının ətəyində yerləşən bu göl
öz unikal gözəlliyi ilə seçilən təbiət incisidir. Şabranda hər kəndin öz təbiət gözəlliyi və maraqlı hekayəsi olan evləri var. Pirəbədil kəndi həm kənd mənzərəsi, havası, suyu ilə, həm də burada yaşayan insanların həyat hekayələri, onların yaratdıqları ilə tanınan kənddir. Meşələrin və dağların əhatəsində yerləşən Pirəbədil kəndi Şabranın mərkəzindən 20 kilometr uzaqlıqda, 500 metrə yaxın yüksəklikdə yerləşən dağ kəndidir. Bu ərazi vaxtilə Suriyanın Şam şəhərindən İslamı yaymaq üçün bura köç eləmiş tayfanın başçısı Pirbədəl adlı şeyxin yaxınları ilə yerləşdiyi kənd olub. Şabranın Pirəbədil kəndi ərazisindəyik. Gördüyünüz bu kərpişli 2 mərtəbəli bina Pirəbədil Tarix Muzeyidir. Onu da deyim ki, o ilk dəfə 1968-ci ildə Qəzənfər Musabəyovun ev muzeyi kimi fəaliyyətə başlayıb. Bu ev Qəzənfər Musabəyovun ata mülkü olub. 2013-cü ildə muzey Pirəbədil Tarix Muzeyi statusunu alıb. İki otaqdan və 300 eksponatdan ibarət olub muzey. 1988-ci ildə bina bütünlüklə təmir olunub, muzeyin istifadəsinə verilib, həm də tarixi abidə kimi Nazirlər Kabineti tərəfindən, Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata düşüb. Hal-hazırda muzey Pirəbədil Tarix Muzeyi adlanır. Yəni 2013-cü ildə rəsmi göstərişə görə və hal-hazırda bizim 2514-ə yaxın eksponatımız var ki, fondda onun 700-ü ekspozisiyada nümayiş olunur. Muzeyin 2 otağında Musabəyovun əşyalarını və ona aid eksponatları, eləcə də ailə fotolarını görmək olar. Musabəyovun şəxsi otağı isə xüsusi diqqətə layiqdir. Qəzənfər Musabəyovun atası Mahmud ağa Əfəndiyevin bu mülkü 1686-cı ildə tikilib. Bu tarix binanın üstündə də var. Onda deyim ki, malikanə 2 mərtəbəli 14 otaqdan ibarətdir. Bu otaq Qəzənfər Musabəyovun şəxsi otağıdır. Axırıncı dəfə o 1903-cü ildə təmir olunub. Və o gündən bu günə necə var, eləcə də qalıb. Onu da deyim ki, muzeydə diqqətinizi çəkəcək ən gözəl otaqlardan biri məhz bu otaqdır.
Bu otağın dizaynı, quruluşu, tarixi bir çox turistləri özünə daim cəlb eləyir. Bu evdə Azərbaycanda çox məşhur olan insanlar yaşayıb. Qəzənfər Musabəyevin bacılarından biri Azərbaycanın məşhur bəstəkarı Tofiq Quliyevin anasıdır. Dövlət xadimi Musabəyevin anası isə Diba xanım Musabəyeva, Pirəbədel çeşnisinin müəllifidir. Diba xanımın toxuduğu xalça 1912-ci ildə Sankt-Peterburqda keçirilən xalça simpoziumunda birinci yeri tutub və qızıl medala layiq görülüb. Həmin çeşni ilk dəfə Pirəbədil kəndində xalçaya toxunduğu üçün dövlət tərəfindən ona Pirəbədil çeşnisi adı verilib. Bir il ərzində Diba xanım ev şəraitində cəhrə daraqla xalçanın ipini, sapını hazırlayıb və təbii rənglərlə, ot kökləri ilə, ağac qabıqları, yarpaqlarla ipləri rəngləyib. Məhz bu və digər göstəricilərinə görə əl işi olan bu xalça çox dəyərli və qiymətlidir. Hal-hazırda xalçanın yeri dəqiq məlum deyil. Deyilənə görə bir İngilis taciri bu xalçanı alıb İngiltərəyə aparıb. Qeyri-rəsmi məlumata görə isə həmin xalça İngiltərədə Victoria Muzeyində qorunur. Muzeyin tarixi, xarici görünüşü və tikiliş üslubu kəndə gələn yerli və xarici turistlərin marağına səbəb olur. Bundan başqa muzeyin özündə Quba Şirvan Xalça Məktəbinin nümunələrindən hesab olunan Pirəbədel çeşnisi xalçalarının toxunma prosedurunu da izləmək olar. Azərbaycan Respublikası təbiəti ilə seçilən, coğrafi müxtəlifliyinə görə həm yerli, həm də xarici turistlərin maraq göstərdiyi ölkələrdən biridir. Onun Şabran bölgəsi isə öz təbiət müxtəlifliyi və relyefi ilə seçilən ərazidir. Burada dağlar, meşələr, çaylar, göllərlə yanaşı Xəzər dənizinin də olması onun cazibəsini biraz da artırır. Həm dağlıq zonası, həm Xəzər dənizinin Şabrana aid sahilləri turistləri bu diyara cəlb edən amillərdəndir. Şabran Azərbaycanın öz mətbəxi ilə seçilən bölgələrindən sayılır. Burada yeməyə müxtəlif çeşiddə dadlı təamlar tapa bilərsiniz. Təbiəti, torpağı, havası, suyu bu təamlara xüsusi dad qatır.
Hal-hazırda biz Şabranda Çınarlar kəndinin ərazisindəyik. Onu da deyim ki, bu kənd çox səfalı və dağ kəndidir. Burada Şabran mətbəxindən bir nümunə hazırlayacağıq. Olduğumuz yerin özü də çox gözəl, mənzərəli bir yerdir və burada turistlər üçün piknik yerləri var. Bu piknik yerlərini hazırlayansa Adil müəllimdir. Hansı ki, Şabran mətbəxindən indi bizə bir nümunəni hazırlayacaq. Adil müəllim, salam. Salam əleykum, xoş gəlmisiniz, həmişə siz gələsiniz. Adil müəllim, Şabran mətbəxindən bugün nə hazırlayacağıq? Bugün toyuq cığırtması hazırlayacağıq. Onu da ki, Şabran rayonunda çox sevirlər. O cığırtmanı hazırlamaqdan ötəri buradakı məhsullar hamısı istifadə olunacaq. Bizə lazım olan ingrediyentlər: toyuq, soğan, yağ, duz, isot, yumurta, bir də pomidor. pomidor. Birinci nədən başlayırıq? Birinci toyuğu doğranmağından başlayırıq. Onda başlayırıq. Qoyuruq para pişməyə. Şabranda çox populyar olan toyuq çığırtması artıq hazırdır. İndi gəlin dadına baxaq. Onu da deyim ki, yeməyin ətri adama gəlməni yedir. Burada toyuqla yumurtanın və pomidorun harmoniyasının şahidi olacaq. Çox dadlıdır. Şabranda olanda mütləq toyuq çığırtmasının dadına baxın. Onu burada xüsusi ləzzətlə hazırlayırlar. Nuş olsun. Paytaxt Bakıdan çox da uzaq olmayan Şabran, xüsusilə dağlıq hissəsi, dincəlmək, təmiz hava qəbul eləmək, təbiətlə təmasda olmaq, yaşıllıqlar və tarixi yerlər görmək üçün zəngin ərazidir. Bu diyar bir çox təbiət gözəlliklərini sanki meşələri, dağları arasında gizlədir. Əgər onu kəşf eləyə bilsəz, o zaman qarşınızda ecazkar bir dünya açılacaq. Bu aləmə toxunmaq, onu hiss eləmək və ondan zövq almaq üçün heç olmasa bir dəfə Şabranı görmək lazımdır. Əmin olun ki, onu təkrar görmək üçün çox səbəb tapacaqsınız. Şabranda dağın, dənizin, meşənin əsrarəngiz gözəlliklərini özündə əks etdirən füsunkar təbiəti var. Şabranda gəzməli, görməli yerlər var, abidələr var və qonaqpərvər insanları var. Şabranın özünə məxsus ləzzətli və dadlı yeməkləri var. Şabranda hiking üçün, piknik üçün gözəl yerlər var. Bu yerləri gəlib görməyə dəyər. Buranın birinci gözəl havası, dağ havası, gözəl göllər görürsünüzlər, təmiz bal görürsünüzlər. Gölümüz var, çayımız var, bağlar var, gözəl güllü çiçəkli belə həyətimiz var.
Kim istəsə buyurub gələ bilər. Şabranda görməli yerlər çoxdur. Mən sizi bura bu yerləri görməyə dəvət edirəm. Kəşflərin ardınca hər dəfə Azərbaycana səfər eləyəndə onun gözəllikləri bizi təəccübləndirir. Belə bölgələrdən biri də Şabran oldu. Şabranda sizi təəccübləndirəcək çox yerlər var. Dağları, meşələri, gölləri, dağ kəndləri. Bir sözlə, kəşflərin ardınca Azərbaycana gələndə mütləq Şabranı seyr edin. Onu tanıyın, kəşf edin və bu tanışlıqdan zövq alın.